Novruz əlbəttə ki, Farsın sözüdür. Hind-Avropa dil qrupuna aid olanların da bayramıdır. Bu barədə mən baxıram sosial şəbəkədə qırğınlar gedir. İnsanlar deyirlər, yox bu bizimdir. Azərbaycanlı insanlar deyirlər, yox, yox, Novruz bizimdir. Fars izah edir ki, Novruz bizim sözümüzdür, yeni gün deməkdir. Azərbaycan dilində bu nə deməkdir? İnsanlar da elə deyirlər ki, yox, bu bilmirəm nə deməkdir, amma bu bizimdir. Biz axı Azərbaycan insanları ədalətli insanlardır. Düzdür? İndi mən bu barədə danışacağım, siz özünüz də görəcəksiniz ki, doğrudan da Novruz bizim deyil. Bu Farslara, Hind-Avropa dil qrupuna aid olan insanlardır. Bizim olan nədir bəs? Bizim olan da Bahar bayramı. İndi mən bugün bu video vasitəsilə yenidən mən neçə dəfələrlə söz vermişdim ki, bəs YouTube'dan videoları çəkib paylaşacağım. Bugünlər elə yaxşı oldu. Dedim ki, qoy bu Bahar bayramı barədə Azərbaycan insanının qədim və mən deyərdim ən vacib bayramı olan Azərbaycan insanının şəxsiyyətini formalaşdırmağa yönəlmiş bir bayram olan Bahar bayramıdır. Mən bunu izah edəcəm. Bahar bayramı insanları ruh yüksəkliyinə çağırır, sonra insanları birliyə çağırır, insanları birləşdirir. Bu sülhə çağıran bir bayramdır. Novruz nədir? Novruz bəzi Hind-Avropa dil qrupuna aid olanlar Novruzu qeyd edirlər ayın 20-sində, martın 20-sində, bəziləri də 21-də. Bunu baxmaq üçün Hindistanda yaşayan o Hind-Avropa dil qrupuna baxa bilər ki, onlar da orada qeyd edirlər fərqli millətlər, hansılar ki bu dil qrupuna aiddirlər. Sonra Əfqanistanda, Pakistanda, bu Kürdlərin yaşadığı ərazilərdə, hansı ki Türkiyədə, Suriyada, İraqda, İranda yaşayırlar. Onlar da 20-sində və yaxud 21-də keçirdirlər. İndi fərqli onların o günlərdir və qeyd edirlər ki, yeni gün gəlir, bu bizim yeni ilimizdir, onu qeyd edirlər. Amma biz Azərbaycanlılar, axı biz onu martın 20-si və yaxud da 21-i qeyd eləmirik. Yəni tək həmin vaxtı qeyd eləmirik. Biz başlayırıq fevral ayının sonuncu çərşənbəsindən, hazırlıq gedir. Bütün ailələr, el, oba, hər kəs başlayır bu prosesə hazırlaşmağa. Burada da böyük və gözəl məqamlar var. Adət-ənənə halına çevrilmiş insan, Azərbaycan xalqının xarakterinə uyğun adət-ənənələr salınıb bura ki, insanları biraz yüksək ruh yüksəkliyinə kökləsinlər. Baxın, görün nə deyirlər? Deyirlər ki, çərşənbədən başlayaraq, fevralın sonuncu çərşənbəsindən başlayaraq artıq lazımdır evdə yalnız xoş sözlər danışmaq. Çünki adət-ənənədən biri odur ki, qulaq falına gəlirlər, qapıdan gəlirlər, qulaq asırlar, görək burada nə danışırlar. Və axı bilirik ki, Azərbaycan insanlarının əksəriyyəti öz həyatını digər insanlara görə qurur. Fikirləşir, qonşu nə deyər, qohum nə deyər, falan kəs nə deyər, ona uyğun həyatını qurur və bu cürdə yaşayırlar. Təfəkkürdə, görün, illərlə fərqli insanlar olub bizim mütəfəkkirlərimiz, onlar hər biri bu təfəkkürdən uzaqlaşmağa çağırırlar. Deyir ki, bunu ilə getmir də artıq. Dünya inkişafdadır, bu ayaqlaşa bilmir bu dünya. Gerizəkalılıq baş verir. İndi bu barədə danışmıram. Bahar sözü barədə danışacağım. Bahar bayramımız barədə danışıram. Və fərqləri göstərmək istəyirəm ki, insanlarımız artıq bilsinlər ki, bu Novruz sözü haçandan gəldi, çıxdı Azərbaycana. Bu Sovet dövründə, biz bilirik ki, Sovet dövründə Sovetin məqsədlərindən biri o idi ki, fərqli mentalitetləri olan, fərqli dinləri olan, fərqli dildə danışan insanların özlərinin adət-ənənələrini yox edib Sovetin siyasətinə uyğunlaşdırmaq. Görünür ki, bunların da məqsədi oldu ki, Azərbaycan insanlığı, hansı ki, burada ən böyük rolunu oynayırdı. Azərbaycanda nə edilər? Türk sözünə qarşı düşmən kəsildi də Sovet. İstədi ki, Türk sözünü aradan götürsün. Baxın, görün də, biz bunu bilirik, 36-cı ilə qədər insanların doğum haqqında şəhadətnaməsində Türk yazılırdı. Sonradan dedilər ki, onu yox eləyin, Türk yazılmasın, Azərbaycanlı yazılsın. Amma nə baş verdi? Digər bizim Azərbaycanın yerli köklü millətləri ki var, onlarda amma dəyişiklik eləmədilər. Məsələn, Ləzgidə Ləzgi yazıldı, Talışda Talış yazıldı, Udində, Safur, hər bir millətin adı olduğu kimi qaldı. Bircə Azərbaycan türklərinin adlarını dəyişib elədilər Azərbaycanlı. Bu həm də bu qeyd elədiyim millətlərə qarşı haqsızlıqdır. Yəni Talışlara, bunlara da qarşı haqsızlıqdır ki, elə alındı ki, elə bir ki, Azərbaycanın yerli kökləri yalnız türklərdir. Onlar indi özlərini Azərbaycanlı deyəcəklər. Amma digər millətlər öz millətlərinin adını deməklə ölkənin adı Azərbaycan da, onda nə olacaq? Deməli, Azərbaycan elə bunun insan. Yəni, Sovet gözəl düşünmədi də. Bunu ortaya qoymaqla bir növ düşmənçilik kimi bunu yarattı. Çünki Azərbaycanlı sözü, bugünkü gündə gözəldir. Azərbaycanlı sözü nəyi bildirir? Azərbaycan vətəndaşı olmanı. Yəni, Talış da Azərbaycanlıdır, Ləzgi də Azərbaycanlıdır, Türk də Azərbaycanlıdır. Hər biri, kimin ki Azərbaycan vətəndaşlığı var, Azərbaycanlı sayılır. Bu gözəldir.
Və heç biri də deyə bilmir ki, mənim millətimin adı ilə bağlıdır bu ölkənin adı. Xeyr, Azərbaycan çox millətli bir ölkədir. Burada çox fərqli millətlər yaşayır. Amma hər birimizin adı və bizi birləşdirən Azərbaycanlı sözüdür. Bu gözəldir. Amma Sovet vaxtında bunu eləmək istəmirdilər də. Türk sözünü arada götürmək istəyirdilər. Və eyni zamanda da bu bahar sözünü də, bahar bayramının sözünü və içindəki adət-ənənələri xələl gətirmək üçün görünür ki, bu işi də görüblər, götürüb baharın yerinə Novruz qoyublar. İndi də biz deyəndə ki, bu Novruz bizimdir. Fars da haqlı olaraq deyir ki, qardaşım, səndirsə mənim dilimdə niyə ad vermirsən ona? Öz dilində ver də ad. Bu biz nəyə bənzəyir? Biz bugün deyirik ki, bütün dünya qəbul edir ki, dolma türkündür. Düzdür? Bizim də qonşumuz olan haylar deyirlər ki, yox, bu bizimdir. Dünyaya car çəkirlər ki, dolma bizimdir. Biz də onlara nə deyirik? Deyirik, qardaş, sizindirsə, bəs niyə onda Azərbaycan türkçəsində ad vermişsiniz ona? Onda öz adınızda verəcək. Görürsə, həmin şeydir də. Biz qıraqdan da baxırıq, biz fikirləşik ki, bunlar necə adamlardır. Biz sözü, adı da bizim dilimizdədir, bunlar dilə bizimdir. İndi biz Fars da bizə onu deyir. Fars da deyir ki, qardaşım, bu Novruz bizim sözümüzdür, yeni gün deməkdir. İndi mən burada istəyirəm ki, insanlar bunu, o bəzi insanlar var, hər şey gözbaş anlayırlar. Burada gözbaş anlamaq lazım deyil. Biz bu Novruz sözünü götürürüksə, biz qatılırıq, qoşuluruq, oluruq onların bir hissəsi. Bizdə Novruz deyil axı, bizdə bahar bayramıdır. Biz yalnız 20-si, 21-i mart keçirmirik. Biz keçiririk bunu fevralın sonuncu çərşənbəsindən düz ayın 21-nə qədər. Və burada bizim adət-ənənəmizə uyğun olan böyük məqamlar var. Qeyd elədiyim kimi də qapını pusacaqlar, evdə yaxşı danışın, insanlara ruh yüksəkliyi. Bir evdə əgər bir aydan çox yalnız ailə üzvləri bir-birlərinə xoş söz deyərlərsə, gözəl mövzularda danışarlarsa, istər-istəməz o ailə özünü ruh yüksəkliyinə kökləyəcək. İstər-istəməz onun yüksək, pozitiv enerjisi artacaq. Və bu əgər hər bir ailədə baş verərsə, onda nə olur? Cəmiyyət çiçəklənir. Deyirlər, Azərbaycan çiçəklənir. Və onda çiçəklənəcək. İnsanlar bir-birlərinə xoş söz deyirlər. Özdə bu bahar bayramının özdə ən gözəl xüsusiyyəti nədir? Çalışın yeni paltarlar geyinin, əlvan rənglərdən istifadə olun. Bunlar hər biri ötürülüb də adət-ənənə kimi gəlişirdi. Bugün də əfsuslar olsun ki, o qədər də riayət eləmirlər də. Amma gərək bu barədə danışasan ki, bilməyənlər var axı. Cavan, gənc nəsil hardan bilirlər? Onlar bilmirlər. Onlara danışmaq lazımdır ki, bilsinlər. Biləndən sonra əgər bir neçə il bunun təbliğatı televiziya kanalları vasitəsilə aparılarsa, əlbəttə ki, insanlar qayıdarıq biz o qədimi kökümüzə də, o bahar bayramını qeyd etməyə. Və burada ikinci bir məqam. Baxın, görün, biz bahar ki deyirik. Burada atributlardan biri də bahar qızıdır. Düzdür, bahar qızının gəlişi ilə nə baş verir? Bu keçəldir, sonra kosadır. Bunların o hegemonluğunun sonu gəlir. Çünki onlar görürsünüz də, o səhnələşdirirlər. Onlar orada həlləm-qəlləmli ilə məşğuldurlar. Dağıtmaqla, sökməklə, məhv eləməklə məşğuldurlar. Yəni külək kimi dağıdırlar, məhv. Yəni bunu təbiətlə. Amma burada görün hansı bir məqamları bizə ötürmək istəyirlər. Bu bizim ulu dədə-babalarımız. Bizə onu ötürmək istəyirlər ki, yəni kişilər dağıdıcı ola bilir. Amma qadınlar onlar neynirlər? Onlar ətrafa əlvan rəng qatan insanlardılar. Bir qadın əgər savadlı olarsa, təhsilli olarsa, o görürsünüz, o kişilərin dağıtdığı, keçərlə kösə kişi rolunda oynayırlar da, onlar kişilər ifa edirlər həmin rolları. Amma bahar qızı gələndə nə olur? Hər yan çiçəklənir, yaşıllıq, yer nəfəs almağa başlayır və burada da onu göstərir ki, yaradılışdan gedir də burada söhbət. Yəni yaradılışdan ondan gedir ki, söhbət. Qadın gözəl yaradandı. Qadın gələndə hər şey gözəlləşdi. Əlvan rəng verdi bütün bu dünyaya. Bu baharın gəlişi ilə. Və burada da həm də Azərbaycanlıların qadına olan böyük hörməti. Mən bir dəfə demişəm. Azərbaycanlıların böyük bir mədəniyyəti oldu ki, hətta bunu bizim milli rəqslərimizdə də ifadə olunub da. Biz bu şeylərə baxanda, analiz edəndə böyük məsələlər çıxır ortalığa. Baxın, rəqsimizə baxın. İki kişi gəlirlər, döyüşürlər. Döyüşəndə qıraqda ətrafdakılar baxırlar da, gözləyirlər ki, döyüşsün, kim qalib gələcək. Əgər bir xanım, bir qadın gəlib oraya öz kəlağayasını yerə atırsa, kəlağayı ilə çadıra ayrıdır ya. Çadıra bu bədəvlərə aiddir. Onların adət-ənənəsinə. Amma kəlağayı bizimdir. Kəlağayı da nədir? Baş örtüyüdür də. Yəni o tam ərəblərdəki kimi ancaq gözünü saxlamaq və ya üzünü saxlamaq belə deyil. Sadəcə başını bağlayır. Əgər isti olarsa aça da bilir. Yəni Azərbaycan mədəniyyətində belə bir şey yoxdur ki, başını bağlamalısan, ancaq üzün qalmalı. Yəni dinlə adət-ənənəni qaçışdırmaq olmaz.
Mən dindən danışmıram. Ərəblər, heç dində olmayan ərəblər də onlar başlarını bağlayırlar. Çünki ölkələri istidir. Amma dində, indi kimsə dini qəbul edirsə, dində bağlayır, o başqa mənadır. Mən adət-ənənədən danışıram. Azərbaycan adət-ənənəsində belə bir şey yoxdur ki, qadın başını bağlasın. İndi burada Kəlağəsin yeri atanda dava dayanır. Məna nədir burada? O rəqs vasitəsilə bizə göstərirlər ki, qadına olan böyük hörmət. Qadın deyir, dur, saxla. Deməli, kişilər nə etməlidirlər? Saxlamalıdırlar. İndi eyni zamanda da o bahar ki gəlir, bahar qızı ki gəlir, bu dava, savaş dayanır. Bu da onun göstəricisi yenə də qadına hörmət. Təhsilli, bilikli qadın istənilən cəmiyyəti düzəldə bilir. Bunu bizim Zeynalabdin Tağızadə də bunu deyib də. Deyib ki, bir evdə əgər qız təhsillidirsə, deməli o ailə inkişafa doğru gedəcək. Çünki təhsili alan qadın, qız öz təhsilini uşaqlara köçürəcək. Həmin bu sözü Mustafa Kemal da deyib də. O da deyib ki, cahillərin birinci düşməni təhsil almış qadınlardır. Çünki nəyə görə? Çünki qadın aldığı təhsili öz övladlarına ötürəcək. Övladlarından da bu cahillər, şarlatanlar istifadə edə bilməyəcək. Təhsilli insandan şarlatan istifadə edə bilmir. Məcbur olur ki, cahillərdən istifadə edəcək. Əgər bütün qadınlar təhsilli, bilikli, vicdanlı, düşünən olarlarsa, bəzi insanlar indi Azərbaycanda bu barədə danışanda, Azərbaycanlı xanımlar bəziləri bunu biraz başqa cür qəbul edir. Çünki məsələn təhsil almayan fikirləşir ki, mən təhsil almamışam, bu da belə deyil. Özümü indi mən qorumalıyam, tez onu başlamalıyam, şərləməyə, pis sözlər deməyə. Ay xanım, təhsil elə o demək deyil ki, məktəbə gedib, universiteti bitirib diplom almaq. Bu sonradan yaranan bir şeylərdir. Təhsilli ondan gedir ki, təhsil sözü əsl Azərbaycan dilində tərcümə olunur yəni edirəm, təhsil, hısıllı, bunların da sözünün bugünkü dilimizdə edirəm hasil, yəni artırıram. Sən universitetdə oxumaya da biliklərini, dünya görüşünü artıra bilərsən. Yəni səviyyəli olmaqdan gedir burada söhbət. Bu universitet oxumaqla, texnikum oxumaqla heç bir əlaqəsi yoxdur. Düşünməklə insan yüksək səviyyəyə gəlib çıxa bilər. İnsan düşünərsə, gəlib adam ola bilər. Buna həm də bizim Azərbaycan insanlarının Quran kitabı da buna bu barədə danışır. Bu barədə də mən danışacağım. Siz görəcəksiniz ki, Quran kitabı səndə heç ərəblərin dilində deyil, elə əsr qədim Azərbaycan dilindədir. Sadəcə əlimizdən alıb verirlər onlara. Onlar da oxuyurlar, anlamırlar. Deyirlər ki, bu bizim bugünkü dilimiz deyil, qədim dildir. Qədim dildirsə də belə elə bizim də qədim dilimizdir. Çünki onu oxuyanda onu anlamaq olur ki, o məhz Azərbaycan türkçəsində olan bir qədim bir kitabdır. İndi bax, savadlı, bilikli qadına orada göstərir ki, bəli də, xanım gəldi, qadın gəldi, bu keçər, kosa, bunlar da obrazlardır. Bunlar dağıdıcı bir qüvvətlərdir, məhv eləyər. Qadının gəlişi ilə bu keçənlə kosa məhv olurlar. Çünki bir cəmiyyətdə ki, qadın təhsilli, bilikli, vicdanlı, səviyyəli, savadlı olarsa, onu orada sayarlar, o cəmiyyət inkişaf edəcək. Bu Almaniyaya baxın. Burada Almaniyada görün, lozunglardan biri odur ki, dövlət struktur və orqanlarında qadınların sayı çox olsun. Siyasətçilər belə bir çıxışlar edirlər, lozunglardır, bir çox partiyaların. Böyle baxıram, mən dövlət işlərinə də baxıram, dövlət orqanlarına, strukturlarının işçilərinə baxıram, görürəm ki, bəli, rəhbərlikdə bulunanlar da qadınlar. Harada ki, qadınlar çox olur, orada bir sin olur, çiçəklənmə baş verir, vicdanlı, ədalətli iş gedir. Bu kişiləri başlı-başına kişiləri qoyanda dava düşürdü arada. Və bir kişi məclisinə fikir verin, xüsusən də Azərbaycanlılar. Kişilər otururlar, orada hər bir şey baş verə bilər də, söhbət də gedə bilər, pis bir səmtə də yönələ bilər, dava da düşə bilər. Əlbəttə bu hər kişidən getmir, amma əksəriyyətdən gedir də. Amma bir həmin o yığıncaqda qadınlar da iştirak edərlərsə, kişilər nə edirlər? Özlərini artıq yığışdırırlar. Burada artıq söyüşlərdən istifadə olunmur. Çünki bu Azərbaycanlı insandır, bu necə qadının yanında söyüş söysün? Başa düşürsünüz? Düzdür, bugünlər bizə təbliğ edirlər ki, bu televiziya kanalları vasitəsilə, sonra sosial şəbəkə vasitəsilə söyüş olmalıdır. Qadınların yanında da söyüş söymək olar, televiziya kanallarında da, kinolarda da bunu bizə təbliğ edirlər. Bu da bədəvi kökənliliyə çağırmalıdır. Yəni, onsuz da əsl Azərbaycanlı insanlar bunu qəbul etmirlər ki, mən necə qadının yanında söyüş söyüm? Mümkün deyil. Ona görə bu cür məsələlər barədə düşünmək lazımdır. Bahar sözü əsl Azərbaycan sözüdür, Azərbaycan insanlarının bayramıdır. Eyni vaxtda da görürsünüz, biz o çərşənbələri ki yola veririk, su çərşənbəsi, od, yer, sonra torpaq, bu həm də yaradılışı biz ifadə edirik də bu ilə. Yaradılış gəlir, bahar deməli belə çıxır ki, qədim dövrlərdə insanlar düşünürlər ki, yaradılış məhz baharın gəlişi ilə tamamlanıb. Yəni ki, yer yaranıb, su yaranıb, külək yaranıb, sonra od yaranıb, hər bir şey yaranıb, sonunda kişi də yaranıb, kişi də başlayıb dağıtmağa, görürsünüz o keçər kosa, onlar da dağılır.
qadının gəlişi ilə, qadın ki yaradılıb, qadının gəlişi ilə bu yer kürəsinə başladı burada düşünən bilən insanlar üçün də qadının gəlişi ilə başlayıb bu dünya çiçəklənməyə. Yəni bunu bahar bayramı ilə bizə tərənnüm edib, bizə belə ötürüblər. Və burada ancaq pozitivliyə köklənir. Fikir verin, bizim xonçamızın üzərində olan, mən istəyirəm şəkər, bura, paxlava, bir də günəş, bir də qoğal. Bunlar hər biri də bu yaradılışa uyğun gedir axı söhbət burada. Və paxlava Azərbaycan dilində iki mənası var. Bir mənası romb deməkdir, romb. Görürsünüz, biz riyaziyyatdan dərs keçirik, orada bizə öyrədilər, bu romb şəkillidir. O romb şəkilli, bəs indi insan fikirləşər ki, yaxşı, bəs bu rombun Azərbaycan dilində söz yoxdur, Azərbaycan dilində bu rombu tərənnüm edən söz yoxdur. Bu söz paxlavadır. Görürsünüz, hər də deyirlər ki, paxlava formasında, qədim nənələr, babalar, indi kimlər bu rayonlarda, Bakının kəndlərində yaşayırlar, yadınıza salın da, gedin oturun nənələrinizlə, babalarınızla danışın. Onlar demirlər romb şəkilli, onlar deyirlər paxlava şəkilli. Paxlava şəkilli də, görürsünüz, həmin pəncərənin üstündə paxlava şəkilli bir işarə var. Paxlava çünki bizim dilimizdə rombu ifadə edən sözdür. Eyni zamanda da paxlava həmin o nədir bu, xonçanın içində olan paxlava yeri tərənnüm edir. Görürsünüz, o 7 qat şey deyirlər. Sonra da coğrafiyada biz keçirik, deyirlər ki, yer 7 qatdan ibarətdir. Bu o deməkdir ki, qədim dövrdə deməli bizim elə bir sivilizasiyamız olub ki, Azərbaycanlıların. Yerin 7 qat olmasından da xəbərləri olub. Başa düşürsünüz? Sonra şəkərbura. Şəkərbura nəyi tərənnüm edir? Ayparanı. Aypara da kimin emblemidir? Türklərin. Mən nə edeyim ki, bu belədir də. Görürsünüz, orada da onu göstəriblər ki, aypara da burada olmaz. Çünki ayı yumru da eləyə bilərdilər də, şəkərburanı yumru da eləyərlər. Deyərlər ki, bu aydır. Amma burada ayparanı qoyublar. Çünki bu yenə də göstərir ki, hansı insanların bu düşündüyü bir bayramdır. Sonra bu qoğal da nə qaldı? Ay var, yer var. Burada nə lazımdır? Günəş. Deməli, qoğal da günəşi tərənnüm edir də. Qoğal da baxanda da elə görsənir də, hər şey göz qabağındadır deyə sadəcə düşünmək lazımdır. Sonra da ki, xonçanın içində digərlər də var. Görürsünüz, orada 7 cür, deyir, fərqli, çeşidli qurudulmuş meyvələr olmalıdır da. Baxırsan ki, niyə 7 cür? Bu 7 cür də ola bilər ki, ya planetləri orada tərənnüm edirlər. Çünki biz bilirik ki, görürsünüz, Nəsrəddin Tusi rəsədxanadan nə qədər onun açılışları oldu da, kosmosa baxıb, oradan onun açılışları deyim. Yəni bu bir daha göstərir ki, bir çox insanlar indi inana bilməyəcəklər buna. Çünki bugünkü gündə bizim cəmiyyətimizə baxanda insanlar çətin gələr də ki, bu cəmiyyətdə hardan insan götürüb günəşi öyrənirmiş, yeri öyrənirmiş, ayı öyrənirmiş, kosmosa baxırmış, planetlərin olmasını bilirmiş. Bunu hardan bilə bilər? Bilə bilməz. Yerin yaradılışı bu necə tərənnüm edə bilər beləncə? Bu necə deyə bilər ki, su, od, yer, sonra alov, bunlarla necə bu? Bunu indi bugünkü gündə əlbəttə baxanda, bugünkü cəmiyyətə baxanda insan fikirləşir ki, yox, bu cəmiyyət ancaq elə aldatmağı, fırıldaq, yalançılıq, yaltaqlıq. Amma fikirləşmək lazımdır ki, biz qədimə baxmalıyıq. Bədəvilərin Azərbaycana gəlməmişdən əvvəlki dövrlərini fikirləşməliyik. Bu yaltaqlıqdır, ikiyüzlülükdür, sonra dağıtmaqdır, məhv eləməkdir, rüşvətxorluq, bu cür bu alçaq şeylər ki var, bu yerli köklü Azərbaycanlılara aid deyil ki, bu bədəvilərə aiddir. Bədəvi də ki, indi gəlir özünə də indi dedim də, gəlir türklə yaşayır özünə türk deyir, talışla yaşayır özünə talış deyir, ləzgi ilə yaşayır özünə ləzgi deyir, amma baxır ki, ləzgilər özünə baxırlar ki, bu da ləzgidir. O bu özünü bizim kimi aparmır. Ya türklər baxır, bu da türk deyir özünə, bizim kəndimizdə hardan gəlib çıxıb, bunun babası. Böyle şübhəli məqamlar olur da. Baxırsan ki, kənddə hamı gözəl yaşayır. Bir də işləyirlər ki, filan kəs səndə oğrudur, geri kənddə insanların evindən soğuruyor. Bu hamı şübhə ilə yanaşır ki, bu kənddə belə şey baş vermirdi. Bu hardan gəldi, çıxdı. Amma heç kəs fikirləşmir ki, bəlkə bu bizim millətdən deyil, bəlkə bu bədəvi kökənlidir. O bədəvi kökənlilər bilirik ki, işğalla gəliblər də Azərbaycana. Axı onlar əllərində duz çörəklə gəlməyiblər. Onlar əllərində xəncərlərlə. Tarixdə deyir ki, xəncərlərlə qılınclar üzbəyüz gəldi. Qılınc kimin silahıdır? Xristianların. Bu sözdən mənə bəlli olur ki, deməli, bu xəncərlilər Azərbaycanı işğala gələndə din pərdəsi altında dindən istifadə ediblər də. Burada səhv salmaq olmaz. İslam bugün də var da, amma fikir verin, bəzi ölkələrə, ərəblərin, sonra fars dilli insanların yaşadıkları ölkələrə baxın, orada İslamdan istifadə edib müharibələr edirlər də, dağıdırlar, onu deyir ki, bunun qızı mənə halaldır, yəni İslamda olmayan şeyləri həyata keçirdilər. Həmin dövrdə də o bədəvi kökənlilər İslam adı altında, hansı ki o dövrdə hələ heç İslam adı deyildi. O dövrdə onlar dedilər Muhammedizm və bunu Avropa ölkələrində dedilər Muhammedizm. Rusiyada Muhammediyanstvo deyirdilər. Azərbaycanda da Məhəmmədi deyirdilər.
Yəni onlar o bir pərdə altında insanları aldadıb gəlib Azərbaycanı işğal eləmək istədilər. Azərbaycan da neyləsin? O dövrdə onlarla döyüşdü də, müharibə elədi. Qılınclarla döyüşdülər. Gözür Babək bizim gözəl tarixdə mən deyərdim ki, sonuncu Bədəvilərə qarşı döyüşən sonuncu birliyidir. İndi də döyüş var. Amma indiki döyüş artıq qılıncla, xəncərlə deyil də. Çünki Azərbaycanlıların çoxu o xəncərlilərin dinini qəbul elədilər. Qəbul elədiyi, dedi ki, bəli də gözəldir, biz də qəbul edirik bunu. Amma ki, siz özünüz fikirləşin, Azərbaycanlılar onu qəbul eləsələr də, amma birləşib Bədəvilərlə başqa ölkələrə hücuma getmədilər ki. Düzdür, Azərbaycanlılar əsl o dini qəbul elədilər də. Onlar Bədəvilərin o uydurduqları dağıtmalıyıq, sökməliyik, yandırmalıyıq, bunu qəbul eləmədilər. İndi də deyəndə ki, belə bir hadisə baş verib, həmin onu qəbul edənlər insana qarşı çıxırlar. Yox, sən nə danışırsan, belə şey olmayıb. Onlar gözəl dini onlar gətirməyiblər. Lap dərinə getsək, mən bu barədə də danışa bilərəm. Lap dərinə getsək, elə bu İslam dini də, Yahudi dini də, Musəviçilik də, Xristian dini də, bunlar hər biri elə başlanğıc Azərbaycandır. Azərbaycandan başlayıb, sonra da yayılıb dünyaya. Baxın, Nəsimi, bir də ki, indi bu Avropa ölkələrində Yesus deyirlər də, sonra da bizə də tərcümə elə İsa kimi. Siz baxın onların həyatlarına paralellər aparın da. Baxın görün ki, Nəsiminin həyatı barədə bizə nə deyirlər, bir də Yesusun həyatı barədə deyirlər, İsa'nın həyatı barədə. Siz baxacaqsınız ki, elə eyni adamdır. Həyatları da, yaşayışları eyni bir şeydir. Sonunda da gözü sonunda da onları Suriyada, göstərir ki, İsa'nı da Suriyada çarmıxa çəkdilər, dərisini soydular, Nəsimini də. Və eyni zamanda da yadınıza salın ki, qədimdə Azərbaycanda xristianlıq, bu günlər oldu da xristianlıq. Xristianlıq dinində olan insanlara nə deyirdilər? Yəni yadınıza salaq da, Nəsranilər deyirdilər, Nəsranilər. Deməli, Nəsrani nə deməkdir? Nəsiminin arxasıca gedənlər oldular Nəsrani. İndi nə demək olar ki, Nəsimini edam elədilər. Edam eləyəndən sonra o Nəsranilər də dağıldılar. Deməli, siyasətçilər də, o da hər dövrdə olur aksiyət. Siyasətçilər də baxdılar ki, aha, gözəl bir məqamdır. Gəlin bunu biz din kimi yaradaq. Yayaq insanlarımızın içindən, onsuz da yayılıb, artıq insanlar biri dünyaya yayıldı da, bir şəfəq. O deyir ki, nur saçdı, Nəsimi nur saçdı da, bütün Azərbaycana və qonşu ölkələr orada ki, yayıldı da. Və bundan da elə haylar da deyirlər ki, birinci xristiyan ölkəsi bizim ölkəmizdir. Çünki haylar, o Sovet vaxtındakı Azərbaycanın tarixini, bütün o, nədir bu, arxivləri daşıyıb apardı Rusiya. Oradan lazım olanları haylara verdi, lazım olanları digər millətlərə verdi və onlar da oradan baxanda görürlər ki, doğrudan da ilk xristiyan ölkəsi bu ərazidə olub. Və buna da bizim də Azərbaycanda baxanda da görürük, axı bizim kilsələrimiz çoxdur, nəinki bizim məscidlərimiz. Yəni bunları mən danışıram ki, bu bir dənə də kanal olsun da ki, maarifləndirici və insanları düşünməyə çağıran. Bunu da bilək də, bir çox nağıllar bizə danışırlar. Nə bilim, falan şey belə oldu. İnsanları ayıran mövzular qoyurlar da ortalığa. Məsələn, Türkiyə ilə bizim aramızda düşmənçilik sayılandı. İranla bizim aramızda düşmənçiliyə lazım deyil ki. Bir dənə də kanal olsun ki, sonuçta o da düşmənçiliyə yox da, dostluğa, yoldaşlığa, mehribançılığa çağırır. Bu da mənim bu kanalım. Mən bu YouTube vasitəsilə çalışacağım ki, Azərbaycanlıların bilmədikləri məqamlara biraz işıq salım. Yəni birlikdə düşünək, analiz edək, məntiqi düşüncələrdir. Mən bu danışdıqlarım hər biri analiz edib nəticəyə gəlmişəm. Onlar barədə danışacağam. Burada Azərbaycan sözünün mənası barədə də mən məlumat verəcəm. Məndə olan biliklərə əsasən. Sonra bayrağımızın mənasını. Ona görə mütləq dəstək olaq da. Elə baxırıq. Mən baxıram ki, baxırlar, dəstək olur. Dəstək olan ki, bu kanal başlasın dirçəlməyə, insanlar başlasınlar bir maraqlı fikirlər eşitməyə, fərqli fikirlər eşitməyə. Bahar bayramı Azərbaycanlılara aiddir. Novruz sözü və bayramı isə Azərbaycanlılara aid deyil. Bunu qəbul etmək lazımdır. Məsəl üçün, mən kimisə təbrik edə deyirəm, bahar bayramı mübarək. Yox, görsəm ki, o insan Hind-Avropa dil qrupuna aiddir və istəyir ki, Novruzu qeyd eləsin, 20-si, 21-i. Onda onu deyirəm ki, sənin Novruz bayramı mübarək. Yəni, hər bir şeyi adı ilə çağırırım da. Mən necə durum indi? Tamam, Azərbaycanlı, yerli, köklü, türk olan Bakılıya deyim ki, sənin Novruzun mübarək. Çünki mən bilirəm, o bilməyə bilər. O savadsız olar, düşünməz. Bir çox insanlar, mən keçən dəfə qeyd elədim də, həyatlarını neytrala atıblar. Rus dilində xalastoy, maşında xalastoy var, atırsa maşın özü gedir. Bunlar atıblar o neytrala, bu həyatları özü gedir. Düşünmürlər. Düşünəndə neynirsən? Neytralda gedib düşünürsən, atırsan 1-ə, 2-ə, 3-ə, ya saxlayırsan, dala verirsən düşünəndə. Düşünməsən, neytrala atsan, bu gedib harada dəydi də, harada dayandı. Bir çox insanlar bu cür yaşayırlar. İndi mən amma bunun axı kökünü bilirəm, mən bunu başa düşürəm, anlayıram, dərk edirəm və insanlara da bölüşürəm ki, onlar da bu barədə düşünsünlər. Kanalım düşünə bilən insanlar üçündür. Çalışacağım ki, bundan sonra YouTube vasitəsilə də bu cür videoları çəkim, paylaşım.
bu cür məlumatları eşitmək üçün, fərqli fikirlər eşitmək üçün bu kanala mütləq abunə ol, videoları dəstəklə, izlə ki, izləsinlər.